Salam əziz 11-cilər. Deməli biz 9 Mart buraxılış imtahanının dil qaydaları ilə bağlı sualların izahını verdik. Kanalda var. Baxmaq istəyənlər baxa bilər. İndi birinci mətn olan bir il mətninin suallarının izahına baxaq. Demək ki, birinci sualda deyir ki, mətnə əsasən Fuad obrazı ilə bağlı doğru fikirlər müəyyən edin. Universitetə daxil olmaq üçün bilik kifayət etmir. Yanlışdır. Anasına kömək etmək üçün belə deyək də o təhsil yolundan ayrılır. İmtahandakı uğursuzluqdan sonra zavodda işləmək məcburiyyətində qalır. Bu da yanlışdır. Anasını tək qoymamaq üçün zavodda işləyir. Usta Səlimlə səmimi münasibət qurmaya nail olmuşdur. Bu doğru fikirdir. İşin incəliklərini öyrənir. Bu da doğru fikirdir. Cavabımız olur 3-4, yəni A variantı. Hansı cümlədən mətndə üzərində rəqəm yazılmış sözlərdən heç birinin mənasına uyğun söz işlənməmişdir? Deməli, işlənmiş israr sözünə baxırıq. İsrar təkid deməkdir. Rəisin təkidinə baxmayaraq var bur D variantı çıxır. Sonra ikinci söz hüzün, kədər mənasındadır. Deməli, bax, müğənninin səsi insana kədər gətirir. Bu da var. C variantda çıxır. Növbəti sözümüz var. Qıvıraq sözü. Qıvıraq cəld, çevik mənasındadır. Məsələn, o çevik hərəkətlə B variantında da var. Sonra ovqat əhval deməkdir. Keyf, əhval mənasında. Əhvalın xoş vaxtında A variantda var. Deməli, E variantına uyğun söz işlənməyib. 42-də E variantı. 43. Mətnə əsasən boşluqların yerinə yazıla biləcək cümlələrin ardıcıllığını müəyyən edin. Deməli, birinci cümlədə deyir ki, məni tək böyütmüş, çox çəsində görmüşdü. Briqada yoldaşlarımın qocaman usta Səlim Muxtar işin incəlikləri mənə öyrətdilər. Deməli, o hissəyə uyğun gəlir. Onun əzabının ağrısının artıq zavodda faydası olduğunu düşünməsindən ayrıldım. Yanlışdır. Artıq zavodda işlədiyim bir neçə gün idi. Bəli, 2-ni bura artıra bilərəm. Bir neçə gün idi və onlar mənə iş təcrübəsini öyrədirlər. Deməli, 2 ilə başlayır. Birinci, sonra ikinci boşluq budur. Mən çoxdan özümə oxşamıram oğul. Görürsən, heç əlimə açar da almıram. Bu boşluğa uyğun gələn deməli, baxırıq. Onun əzabının ağrısının artıq zavodda faydası olduğunu düşünmən ayrıldım. Belə bir şey uyğun gəlmir. Ən çətin böhranlı vaxtımda əlimdən tutub mənə dəstək olan qüvvət mətanət işini ailənin insanlara tanıdım. Bu yoxdur. Qabaqçı kimi işləyə bilmirəm. Barmaqlarım sözümə baxmır. Baxın, bunu bu hissəyə uyğun gətirmək olar. Deməli, 4 gəlir ardıcıl. 2, 4 ilə olan B variantıdır. Digərlərinə də baxaq. Deməli, üçüncü boşluq hansıdır? Bu kişi nə vaxt gedəcək desinlər. Deməli, işdən çıxacağam, istəmirəm qulağım eşidə-eşidə bu kişi nə vaxt gedəcək desinlər. Ustanı bu yolda çəkindirməyə təşəbbüs gözləmin mənası olduğunu düşünüb sustum. Aha. Deməli, ona bir uyğun gəlir. Onun əzabını, ağrısını artıq zavodda faydasız olduğunu düşünməsini anlayırdım. Yəni, bu boşluğa bu gəlir. Axırda da deyir ki, ən əsası öz yerimdə olmağı öyrəndim. Deməli, zəif, saf adamlarla münasibət qurdum. Əsl kişilərlə çiyin-çiyinə çalışmaq, işləməyi öyrəndim. Və ən axırda 3 olmalıdır. Ən çətin böhranlı vaxtımda əlimdən tutub mənə dəstək olan qüvvət, mətanət hissi aşılayan insanları tanıdım. O da axırda gəlir. Cavab olur B variantı. Mətnə əsasən səbəbini müəyyən etmək mümkün deyil. Ustanın işdən getmək istəməsinin səbəbi müəyyən etmək mümkündür. Çünki deyir, bu adam nə vaxt gedəcək deyə sözlər eşitmək ona ağır gəlirdi. Ona görə bu var. Anasının işdən çıxmasının səbəbi bilinmir. 1-2-dir. Fuadın zavodda işləmək qərarının səbəbi anasına kömək eləməkdir. Ananın övladlarını tək böyütməsinin səbəbini mətndən bilmirik. 2-4. Fuadın öz işlə bağlı məmnuniyyətinin səbəbi mətndə var. Deməli, 2-4 olacaq C variantı. 45-ci sualda mətndə məlumat var. Müəllimlərin Fuadın gələcəyi ilə bağlı yüksək fikirdəydilər. Bəli, belə bir məlumat var. Çünki o deyir ki, Fuad məşhur riyaziyyatçı olaraq sözlərini də deyirlər, yəni ona. Belə bir fikir var. Biri götürürük. Fuad zavodda maşın qayırma sahəsində çalışır. Belə bir məlumat yoxdur mətndə. Fuad zavodda gələndə usta Səlim düşünmüşdü ki, nə vaxtsa onu Fuad əvəz edəcək. Bəli, belə bir fikir var. Elə ustanın öz dilindən deyə bilərik. Belə bir fikir var. Onu hardadır, onu tapaq.
Bax, o deyir ki, nə vaxtsa məni sən əvəz edəcəksən. Düşünmüşdüm ki, hətta sən bura gələndə düşünmüşdüm ki, nə vaxtsa məni sən əvəz edəcəksən. Deməli 1-3. Mətndə məlumat yoxdur. Fuad ailənin yeganə övladı deyil. Məlumat var, çünki deyir anası övladlarının təhsil almasını istəyir. Fikrini o qulağından alıb. Deyir ki, deməli övladlarının, bax hətta övladların ali təhsil almasını arzulayan anamın övladları, yəni çox imiş da. Təkcə bu deyilmiş. Çünki tək adama lar cəmcəkisini artırmağa nə ehtiyac var? Deməli, belə bir fikir var mətndə. 4-ü çıxırıq. Ustanın gedişindən sonra işçilərdən biri onu yerinə keçir. Mətndə belə bir məlumat yoxdur. 5-i götürürük. Deməli, 1-3-5 1-3-5 Briqadanın digər üzvləri də qocaman ustanın işdən getməsinə qarşı idilər. Belə bir fikir yoxdur. Cavab olur D variantı. Növbəti suala baxırıq. Mətn əsərinin əvvəlində işarə qoyulmuş ifadələrin mənasını müəyyən edin. Deməli, bu qulağından girib o bu qulağımdan çıxırdı. Yəni, əhəmiyyət verməmək mənasına gəlib çıxır bu. Fikir verməmək, əhəmiyyət verməmək kimi mənalara gəlib çıxır. Uçmağa qanadım yoxdur. Yəni, çox sevinmək mənasına gəlib çıxır. Həyat məktəbi keçdim. Yəni, təcrübə qazanmaq mənasını ifadə eləyir bu. Başqa yoxdur. Mətn əsasını cədvəl tamamlayın. Cədvəl yoxdur. Mətn əsasını elə verin, doldurun. Yəqin ki, bunlar cavab kartında olanlardır. İnsan həyatda öz yerini tapanda əsl xoşbəxtliyə çatır. Aforizmi mətnlə əlaqələndirən fikrini yazın. Biz burada da görürük ki, həmin oğlan belə deyək də, sonda öz yerini tapır və deyir ki, bu sentyabrdan 1-dən fərqli olaraq uçmağa qanadım yoxdur. İstəyirəm hamıya deyim ki, mən tələbəyim. Özdə elə belə tələbə yox, fəhlə tələbə. Öz əlimin zəhmətlə yaşayan tələbə. Bu bircə ildə çox şey öyrəndim. Həyat məktəbi keçdi. Möhkəm, zəif, saf adamlarla münasibət qurdum. Əsl kişilərlə çiyin-çiyinə çalınmaq, işləməyi öyrəndim. Ən əsası öz yerimdə olmağı öyrəndim. Deməli, bu adam da istədiyinə, öz yerinə çatdığı üçün xoşbəxt idi. Belə əlaqələndirmə olar. Altından xətt çəkilmiş cümləni mətnin səciyyəvi üslubu xüsusiyyətlərlə zənginləşdirib yenidən yazın. Altından xətt çəkilmiş cümləmiz hansıdır? İndi mən anama dəstək olmaq istəyirdim. O qardaşımla məni tək böyütmüş, çox çətinliklər görmüşdü. Mətnin səciyyəvi üslubu xüsusiyyəti deyəndə bu bədii üslubdadır da, düzdürmü mətn? Biz də bədii üsluba uyğun olaraq məcazlıq artırmalıyıq. Bədii üslubun xarakterik xüsusiyyəti nədir? Obrazlıq, məcazlıq. Deməli cümləyə biz məcazlıq qatmalıyıq. Necə qata bilərik? İndi mən anama dəstək olmaq istəyirdim. İndi mən anamın əlindən tutmaq, dəstək olmaq istəyirdim. O qardaşımla məni tək böyütmüşün əvəzinə məsələn boya başa çatdırmışdır. Çox çətinliklər görmüşdü. Və belə yaza bilərik. Həyatın məşəqqətli günlərindən keçib kimi fikirlər yazıb məcazləşdirmək olar cümləni bu formada. Əlini də belə. İkinci mətnimizdə izahı kanalda paylaşılacaq.